Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebine Muhammedin ve ala alihi ve sahbihi ecmain. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana. İnneke entel alimul hakim. Amma ba'd. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Hoş gördük hər bir bizi qardaşlar. İlk öncə təşəkkür edirik qardaşlara. Allah razı olsun dəvətə görə. Allah Teala bərəkət versin malımıza, mülkümüzə. Təşəkkür edirik Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətinə uyğun olaraq. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, La yəşkurullah, mən la yəşkurun nəs. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Mən la yəşkurun nəs, la yəşkurullah. Kim insanlara təşəkkür etməsə, Allaha şükr eləmiş sayılmaz. Elhamdülillah, sünnətə uyğun olaraq birinci təşəkkür edirik. Allah razı olsun dəvətimizə görə. Sonra Allah'tan istəyirik ki, Allah subhanahu wa ta'ala bütün mövzularımızı, zikirlərimizi bizim xeyrimizə etsin. Allah Teala əleyhimizə etməsin. Və həmçinin etiqad edirik və etiraf edirik ki, bütün nemətlər Rəbbimiz olan Allah'tandır. Və Allah Teala bizə bir çox yerdə Quran-ı Kərimdə əmr eləyir, xatırladır ki, biz o nemətlərini xatırlayaq, ona nisbət eləyək. Allah Teala buyurur ki, وَذْكُرُوا نِعْمَةَ اللّٰهِ عَلَيْكُمْ. Allah'ın size olan nemətlərini xatırlayın. Başqa bir ayədə yenə deyir ki, Allah Teala وَذْكُرُوا نِعْمَةَ اللّٰهِ عَلَيْكُمْ. Allah'ın size olan nemətlərini xatırlayın. Başqa bir ayədə Allah Teala deyir ki, وَاِنْ تَعُودُوا نِعْمَةَ اللّٰهِ لَا تُحْسُوهَا. Allah'ın nemətlərini saymaq istəsəz, sayıb bitirə bilməzsiniz. Başqa bir ayədə Allah Teala deyir ki, وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ. Sizdə olan hər bir nemət Allah'tandır. Elhamdülillah qardaşlar, bizim belə olmağımız, nemətləri Allah'a nisbət eləməyimiz və nemətlərə görə şükr eləməyimiz yalnız onların artırılmasına səbəb ola bilər. Çünki Rəbbimiz olan Allah Teala başqa bir ayədə deyir ki, وَاِذْ تَأَذَّنَ رَبُّكُمْ لَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ. Rəbbiniz xəbər verdi ki, əgər şükr etsəniz, sizə olan nemətlərimi artıraram. وَلَاِنْ كَفَرْتُمْ. Yox, əgər nankörlük etsəz, küfür etsəz, İnnə əzəbi ləşədid. Bilin ki, əzabım şiddətlidir. Elhamdülillah. Sonra dəyərli qardaşlarım, həm özümə, həm də sizə xatırlatmaq istədiyim bir qısa nəsihət var. O da Əhlüsünnə vəl Cəmaənin şeyxlərindən olan, alimlərindən olan Şeyx Ubeyd Əl-Cəbri, Allah ona rəhmət etsin, onun tələbələrindən Şeyx Muhammed İbn Qalib Əl-Umarinin qısa bir nəsihəti var. İstəyirəm onu həm özümə, həm də sizə xatırladım. İnşallah fayda olar. Allah Teala buyurur ki, "Ellezine yestemi'unel kavle feyettebi'une ahseneh, ulaikellezine hedahumullah ve ulaikehum ulul albab." Allah Teala deyir ki, o kəslər ki, sözə qulaq asar və onun ən gözəlinə tabe olarlar, onlar hidayət olmuş insanlardır və ağıllı adam da, ağıllı insan da olardı. Şeyx buyurur ki, hafizahullah, sağlam ev hansı evdir? El-beytus sahih və el-beytus sahih. Sağlam ev hansı evdir? O evdir ki, la budde fihi. Ləbuddur ki, o evdə indi zikr edəcəyi məsələlər olsun. Bizim hər birimiz qardaşlar, elhamdülillah, Allah Teala ev nəsib eləyib, evlərdə yaşayırıq. Bəziləri ailəlidir, bəziləri subaydır. Elhamdülillah, nəticə etibarilə evdə yaşayırıq. Evdə yaşayırıq, Allah Teala evlər nəsib eləyib. Yəni, evin abadlaşdırılması, qardaşlar, şeyxin qeyd elədiyi məsələlərlə olur. Allahın evlərindən danışsaq, ən uca evlər, ən hörmətli evlər, ən dəyərli evlər yer üzərində kimin evləridir? Allahın subhanahu wa ta'ala. Allah Teala buyurur ki, "Mu'annal masacidə lillah." El-ayə. Məscidlər kimə məxsusdur? Allaha. Məscidlərin abadlaşdırılması var, qardaşlar. Və məscidlərin abadlaşdırılması Allah Teala Quran-ı Kərimdə onu qeyd edir, buyurur ki, "İnnəmə ya'mur masacidallah men amana billahi vel yevmil axir və aqamas-salah və ataz-zaka və lem yaxşa illallah." Məscidləri Allaha iman gətirən, axirətə iman gətirən, namaz qılan, zəkat verən və Allaha görə heç kimin qınağından qorxmayanlar abadlaşdırar. Yaxşı qardaşlar, sual. Məscidləri abadlaşdırmaq nə deməkdir? Kim onu deyə bilər? Məscidi, bir məsciddən gedir söhbət, onu abadlaşdırırıq biz müsəlmanlar. Necə? Elm əhli deyir ki, iki növ qardaşlarım. Birincisi, hissi olaraq məscidi tikmək, ərsəyə gətirmək və ya sökülüb dağılan yerlərini bərpa eləmək. Bu birinci hissi abadlaşdırmaqdır. İkinci abadlaşdırmaq
Ola bilər birinci qismə gücümüz çatmaz. Çünki hər adam məscid tikə bilməz, hər adam Allah üçün ev tikə bilməz. Maddi imkan və s. lazımdır. Amma ikinci qism, inşallah çoxumuz bunu bacarırıq. O da ibadətlərlə Allahın evini abadlaşdırmaqdır. Orada namaz qılmaq, verilən nidaya, azana cavab vermək, elm məclislərində iştirak eləmək, Quran halqalarında iştirak eləmək və s. İbadətlərlə Allahın evini abadlaşdırmaqdır. Lakin bu Allahın evini abadlaşdırmağın iki qismidir dəyərli qardaşlar. Evlərimizin də abadlaşdırılmasının yolları var. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə nə deyir? Evlərinizi nəyə çevirməyin? Qəbirsanlığa. Evlərinizi qəbirsanlığa çevirməyin. Qəbirsanlıqda ibadət eləmək düzgün deyil. Qəbirsanlıqda ibadət eləmək hətta gəlib ki, haramdır, olmaz. Peyğəmbər sallallahu aleyhi və səlləm ona görə bizə öyrədib ki, evlərdə ibadət etməyə lazımdır, hətta qəbirsanlığa oxşamasın deyə. Aydındır qardaşlar, başa düşülür də. Şeyx buyurur ki, evləri abadlaşdırmaq birinci qismi odur ki, iqamətü salati vəl muhafazatı aleyhə. Evdə namaz qılmaq və namazı qorumaq. Lakin hansı namazdan gedir qardaşlar? Evdə əsas qılınan namaz. Nafilələr. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə nə deyir? Kişinin qıldığı ən əfsəl namazlar hansıdır evində? Nafilə ibadətlərdir. Məscid varsa qardaşlar, fərzləri məscidə salırsan, məsciddə qılırsan, lakin nafilələri harda? Evdə qılırsan. Evi namazla, namazın vaxtı gələndə nafilələri orada qılmaqla, əda eləməklə evi abadlaşdırırsan. Və elə yerdə qalırsan ki, orada məscid yoxdur. Fərzləri də evdə qılmalısan. Əgər evdəsənsə və ev əhlində onu xatırlatmalısan. Sonra buyurur ki, ikincisi qiraətil əzkar. Zikirləri eləmək evdə qardaşlar. Kim deyə bilər qardaşlar? Gündəlik ev zikirlərindən. Cavan qardaşlar, kim deyə bilər? Hansı zikirlər var? Evə daxil olan zikir, evdən çıxan zikir var. Bir çoxumuz qardaşlar əda eləmirik. Nə biz əda eləmirik? Evin böyüyü olaraq, evin rəisi olaraq, evin ağası olaraq. Və biz eləməsək də, uşaqlar da bilməyəcək. Ailə də bilməyəcək. Ona görə Allah Teala deyir ki, ya eyyuhəllədinə əmənu qu ənfusakum və əhlikum nara. Allah Teala deyir ki, iman gətirənlər, özünüzü də ailənizi də qoruyun. Öyrətmək lazımdır. Birinci özümüz öyrənməliyik, sonra ailəyə də öyrətməliyik. Evə girən zikir, evdən çıxan zikir, ayaq yoluna daxil olan zikir, oradan çıxanda edilən zikir. Həmçinin evdə olunan zikirlərdən əsas gətirəcək şey Quran oxumaq, evdə azan vermək, evdə iqamə vermək. Və bunun özü dəyərli qardaşlar, vallahi gözəl bir dənə təlimdir. Kimə? Ailəyə, evladlara. Yəni evlad nəyi görsə onu da götürəcək. Həmçinin evdə şeyx gətirəcək burada zikr eləmək, elm halqaları qurmaq evdə. İndi gətirəcək şeyx burada. Üçüncüdə buyurur ki, tilavətil Qur'an. Allahın kəlamını tilavət eləmək. Allahın kəlamını evdə oxumaq. Nə qədər evlər var qardaşlar. Hətta biz indi ibadət etməyənləri deməsək, ibadət edənləri desək, görsən Allahın kitabında səhlənkarlıq olur. Evdə maşallah bir neçə növ çap var Quran-ı Kərim. Mən bu çapı oxuya bilmirəm, o çapı alım, onu da almısan, yenə hündür yerdə qalıb, toz basıb sən yenə oxumursan. Dəstəmaz alıb, Quran-ı Kərimi götürüb, evin bir küncündə Quran-ı Kərimi oxuyaraq, ibadət edib Allaha yaxınlaşmaq, vallahi əzəmətli ibadətlərdəndir qardaşlar. Elm əhli deyir ki, bir insan Allaha yaxınlaşmaq üçün onun kəlamından da böyük bir əməl tapa bilməz. Kifayətdir ki, əlhamdülillah, dəstəmaz alırsan və bir yer seçirsən özvə, Allahın kitabını götürüb, ədəbli şəkildə qarşıva qoyub, onu oxuyursan, əgər bacarırsansa, gözəl səslə, uca səslə oxuyursan, evdə eşitsinlər, evdə zikr olsun, Allahın kəlamı sənin evindən uzalsın səmaya, hər bir hərfinə savab qazan. Ayələrin üzərində dur, dayan, düşün, fikirləş, təfəkkür elə, Allahın əzəmətini xatırla, əgər bacarırsansa. Və bu təlimdir evladlara. Vallahi, sələfilər belə eləyərdilər. Allahın kitabına diqqəti bəzən ailəsinə göstərərək eləyirdi ki, bax bu kitab buna layiqdir. Bu kitaba belə hörmət qoyma. Quran-ı Kərimi görsən insanların əksəriyyəti nə edir? Oğulla qızı evləndirəndə uşaqları onun altından keçirdir,
Və ya məsələn kimisi harasa göndərəndə deyir, gəl səni Quranın altından keçirdim, bərəkətli olasan və ya tez gedib gələsən, Allah səni qorusun və s. Bu deyil. Qurana hörmətdən deyil. Əksinə Qurana bilməməzlikdən dolayı hörmətsizlik edirsən. Qurana hörmət onu oxumaqdır. Çünki Allah Teala nə deyir? Allah Teala deyir ki, əfələ yətədəbbərunəl Qur'an. Quran-ı Kərimi tədəbbür eləmirlər. Alimlər deyir ki, tədəbbür nə üçün deyib Allah Teala? Tədəbbür o şey deyilir ki, oxuyursan və fikirləşirsən. Fikirləşəndən sonra səni məqsədə aparır. Məqsəd nədir? İçində olanları başa düşürsən. Başa düşəndən sonra da səni əmələ aparır. Allah Teala vəsf eləyib möminləri nə deyir? Əl-ləzīnə yəzkurunəlləhə qiyamən və qu'udən və alə cunubihim və yətəfəkkərunə fi xalqis səməvati vəl ard. O kəslər ki, Allahı həm ayaq üstə, həm oturanda, həm də böyrü üstə zikr eləyərlər. Şübhəsiz, yerlərin və göylərin yaradılışı haqqında düşünərlər. Yaxşı düşünəndən sonra nə olur? Niyə düşünürsən ki? Sonra deyirlər ki, Subhanək, Rabbənə, ey Rəbbimiz sən pak və müqəddəssən. Mə xalaqtə həzə batilən. Sən bunları batil olaraq yaratmamısan. Başa düşürsən ki, bundan sonra digər bir həyat var. Çünki ayənin sonunda Allah Teala qeyd edir. Və qina əzəbən nar, bizi cəhənnəmin odundan qoru. O Quran-ı Kərimə hörmət budur. Onu oxumaq, ona hörmət qoymaq, içində olanları həyatında tətbiq eləmək. İçində olanları tətbiq eləməsən, hara qaldırırsansa qaldır qoy. Vallahi o hörmətdən deyil. Hissi olaraq, ola bilər hörmət sayasın. Amma içindəkindən xəbərin yoxdursa, o sənə fayda vermir. Əksinə qiyamət günü sənin əleyhinə olacaq. Sonra şeyx burada buyurur ki, 4-cü məcəlis-ilə ilmi vəl xeyr. Evlərdə, qardaşlar, xeyir və elm məclisləri qurmaq. Əlhəmdülillah sən atasan. Bəziləri maşallah bacılar savadlıdırlar, oxuyurlar, yazırlar, pozurlar. Çünki gələn suallardan görürük. Var maşallah, dindar qadınlar var. Dinini öyrənən, elmə həris olan bacılar var maşallah. Evində müəyyən vaxtlar təyin elə. Hansısa bir kitabı seç. O kitabın ən əzəmətlisi yenə Allahın kitabıdır. Evladları əyləşdir. Özün bir halqa qur. Allahın kitabın fəzilətindən danış. O kitabın içində olanlardan, qissələrdən, hadisələrdən, Allahın əzəmətini xatırladan ayələrdən danış. Peyğəmbər sallallahu əleyhi və səlləmin həyatından danış. Qızlara, salihə qadınlardan danış. Oğlanlara Allah üçün yaşayan o kişilərdən, Abu Bakrdan, Ömərdən, Osmandan, Əlidən, o sahabələrdən danış. Hədisləri evində zikr elə. Onlara elmi öyrət, elmi sevdir. Vallahi belə eləsək, onlar elm halqalar. Bəzən qardaşlar biz elə bilirik ki, bu şeyləri yalnız elm tələbələri. Xeyr, belə deyil. Belə deyil. Nə qədər elm tələbələri var ki, qardaşlar, onlar sıravi qardaşların dəvəti ilə gəlib elm tələbəsi olurlar. Nə deməkdir o? Hansı sıravi qardaş dəvət eləyib, tövhidi sünnəti ona öyrədib, sonra Allah nəsib eləyib, gedib olub elm tələbəsi. Onu da sən kiçiyi görmə. Demə ki, mən öyrədə bilmərəm, evlada öyrətmək üçün, ailəyə öyrətmək üçün mütləq mən harasa gedib, sonra gəlib, belə deyil. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə deyir ki, qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Ələ kullukum ra'in. Hər biriniz bilin ki, başçısınız, çoban, yəni başçısınız. Sonra deyir ki, və kullukum məs'ulun an ra'iyyətihi. Hər biriniz əlinizin altında olanlardan soruşulacaqsınız. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem kişidən danışır, xas kişidən. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem və racul, kişi ra'in alə əhli beytihi və huvə məs'ulun an ra'iyyətihi. Kişi evdə başçıdır, əhli beytində, ailəsində və onlardan soruşulacaq. Neydən soruşulacaq qardaşlar kişi? Ailəsinə din öyrədib, öyrətməyib. Ailəsinə, evladına tək Allaha ibadət eləməyi öyrədib, yoxsa öyrətməyib. Soruşulacaq. Vallahi qardaşlar, baxsaz Quran-ı Kərimdə düzdür, bu ayələrin əksəriyyəti kafirlərə aiddir. Lakin ola bilər müsəlmanlara da deyilsin. Allah Teala deyir ki, vaqifuhum innehum məs'ulun. Onları saxlayın. Cəhənnəmə aparırlar. Lakin Allah deyir ki, onları saxlayın, gətirin bura. Niyə? İnnehum məs'ulun, çünki bu gün soruşulacaqlar. Suallar veriləcək. İbn-i Qayyim aleyhi rəhmətullah deyir ki, iki şey var ki, yus'əlu anhu əl-əvvəlun vəl-əxirun. İki şey var ki, əvvəlkilər də, sonrakılar da ondan soruşulacaqlar. Birinci sual. Məzə kuntum tə'budun. Kimə və ya nəyə ibadət etdin?
Və məzə əcəbtumul mursalin. Peyğəmbərlərin gətirdiyinə necə cavab verdin, necə əməl etdin? Deməli, qardaşlar, tək Allahlılıqdan, tövhiddən soruşulacaq. La ilahə illallah kəlməsindən soruşulacaq. Bax, sən bilirsən, maşallah tövhid əhlisən. Tək Allaha ibadət edirsən. Lakin evdə ailəyə öyrətmirsən. Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Allah səndən soruşacaq. Niyə öyrətmədin? Yaxşı, elə şeylər var ki, qardaşlar, onları öyrədirik. Hətta lazımdır öyrədək. Lakin Allahın dini ikinci planda olmamalıdır. Allahın dini birinci planda olmalıdır. Evladıva dünyavi tərbiyə, dünyavi elm ver, gözəldir. Lakin dünyada hara gedib çatırsa çatsın, imansız olsa, o mərtəbə ona fayda verməyəcək. Allah Teala nə deyir? Yevmə la yenfə'u malun və la banun. O gün nə mal, nə də evlad. Evlad hansı səviyyəyə çatırsa çatsın, imansız olsa Allah deyir ki, yevmə la yenfə'u malun və la banun. Evlad sənə fayda verməyəcək. Bütün pullarını, qazancını, əziyyətini, gecəvi, gündüzünü qatmısan ki, dünyavi savadlı olsun və gözünü də tikmisən ki, gələcəkdə gəlir mənbəyimdir. Lakin vallahi iman olmasa, tövhid olmasa, sünnət olmasa, İslamsız evlad xeyri və yox əleyhi olacaq qiyamət günü. Ona görə nə etmək lazımdır qardaşlar? Öyrətmək lazımdır. Evlərdə zikir məclisləri, zikir halqaları eləmək olar. Hamımız eləməliyik. Sonra şeyx burada buyurur ki, həmçinin qardaşlar bu hədisdə qeyd eləsək, Peyğəmbər sallallahu əleyhi və səlləm qadını da qeyd edib. Deyir ki, "Vel mar'atu ra'iyetun ala əhli beytihi." Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, qadına da toxunur Muhammed sallallahu aleyhi və səlləm deyir ki, qadın da evində başçı da soruşulacaq yoldaşından sonra. Biz baxsaq dəyərli qardaşlar, bir çox alimlərin, İbn Bazın anası, Şeyx Rabinin anası, İmam Şafinin anası, İmam Əhmədin anası, hamısının anası səbəb olub ki, qardaşlar, ümmətin böyük alimlər olub. Lakin bu gün bəzən biz eşidirik, verilən suallardan görürük, elə səhlənkarlıq eləyirlər evladların tərbiyələrində. Analar, qız uşaqlarının hicabında, oğlanların Quran-ı Kərimin oxuyub oxumamasında. Olmaz belə. Bacılar da gərək aktiv olsunlar. Var maşallah öyrənənlər, çalışqanlar var. Lakin zəiflik ümumən görünür. Səninlə evlənən sələfi kişi səni ona görə seçib ki, sən onlara salihə ana olasan deyə. Sən onlara Allahın kitabında öyrənməkdə kömək eləyəsən deyə. Sən onların əməli salih bir evlad olması üçün gecə gündüz Allaha dua edəsən deyə səni alıb. Sən də bu məsələdə səhlənkarlıq eləyirsən. Olmaz. Öyrətmək lazımdır. Çalışqan olmaq lazımdır evladların tərbiyəsində. Yəni, dünyadan nə qədər verirsənsə ver, o da fayda vermir. Dindən az da versən faydası olacaq. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə nə deyir? İnsan dünyasını dəyişəndən sonra bütün əməllər kəsilir. Hansı qalır? Üç dənə əməl. Onlardan biri vələdin salihin yəd'u lehu, salih evladdır ki, sən dünyavi dəyişmirsən, səndən sonra sənin üçün Allahdan bağışlanmadır. Lakin sən elə evlad qoyub gedə bilərsən ki, sənin halaldan və ya haramdan fikir vermədən qazandığın qazancı yeyib içir və sənin üçün rəhmət də oxumur. Hansı daha yaxşıdır? Salih, yoxsa o talih? Sonra şeyx burada buyurur ki, Hafizahullah, 5-ci odur ki, ihtiramul kəbir və rifqə bis-sagir. Evlərdə böyüklər kiçiklərə rəhmət etməlidir, kiçiklər də böyüklərə hörmət etməlidir. Bu ümumən belə dəyərli qardaşlar. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, leysə minnə mən ləm yuvaqqir kəbirənə və ləm yərhəm sagirənə. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bizdən deyil. Yəni sünnəmizin üzərində deyil. Yəni kafir deyil, mənasında deyil. Bizim sünnətimizin, yolumuzun üzərində deyil. O kəslər ki, böyüklərimizə hörmət etmir, kiçiklərimizə də rəhmət etmir. Böyüklərin əlhəmdə bir məqamı var. Hətta hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah Teala yaşlı adama, yaşlı kəsə, kişiyə, qadına əzab verməyə həya eləyir. Təsəvvür et. Allah subhanahu wa ta'ala qoca bir kişi və qadına əzab verməyə həya eləyir. Sən ona hörmət eləməlisən, qədir qiymətini bilməlisən, təcrübəsindən istifadə eləməlisən, məqamını ona göstərmə. Həmçinin böyüklər də. Kiçiklər xəta çox eləyir. Ola bilər dində də, dünyada da rəhm etmək lazımdır, öyrətmək lazımdır, əlindən tutub qaldırmaq lazımdır və onu öyrətməkdə səbirli olmaq lazımdır. Çünki bilirsən ki, xətadır və belə getsə
Elə belə də qalacaq bu əxlaqın, bu ədəbin üzərində. Peyğəmbər sallallahu aleyhi ve sellemin özünün gözəl ədəbindən idi ki, kiçik uşaqlara vaxt ayırırdı. Suallar verməklə onlara öyrədirdi. Sahabəyə nə deyir? Sahabəyə deyir ki, sənə bir-iki kəlmə öyrədəcəm. Diqqətlə qulaq as. Sonra o kəlmələr nədir ki, Allahı qoru, Allah da səni qorusun. Görün, əqidəni öyrədir. Ona görə qardaşlar, böyüklərə hörmət, kiçiklərə də rəhmət dinimizdəndir. Həmçinin şeyx burada buyurur ki, 6-cı qiyamil əbbi vacibətihi. Atanın öz evində üzərinə düşən vacibləri yerinə yetirməsidir. Bəli, dünyavi məsələlər, yemək, içmək, onların geyimi, keçimi və s. dünyavi tələblərin bacardığı qədər. Fəttəqullaha məstətə'tum. Özünü çox yükləmə. Həddindən artıq. Yəni sən nə qədər can atsan da ruzu dalayacaq. Allah nə yazıb o gələcək. Allah Teala deyir ki, "Və fis-səmai rizqukum." Ruzunuz göydədir. Allah Teala nə qədər yazıb odur. Gecəni gündüzə qatıb, ruzunu ən önə çəkib, dini kənara qoysan o sənə fayda verməyəcək. Dünya üçün də çalış. Əsas vacib olan nədir? Allahın dediyi kimi, "Qu enfusakum və əhlikum nara." Özünüzü də, evladlarınızı da qoruyun. Sonra şeyx burada buyurur ki, 7-ci qiyamil biməhəmmihə. Ananın evdə üzərinə düşən vacibləri yerinə yetirməsidir. Peyğəmbər sallallahu aleyhi ve sellem qadın üçün nədir qardaşlar? Bir qadın 5 vaxt namazını qılsa, Ramazan orucunu tutsa, iffətini qorusa, cənnətin hansı qapısından daxil ol, istəyirsən daxil ol deyiləcək ona. Qadın üçün Allah və Rasulü asanlaşdırıb. Düzü bəziləri deyirlər ki, İslam qadını hörmətsiz eləyib, qadını arxa plana salıb və s. qadının hüquqlarının əlindən alıb, belə şey yoxdur, əlhamdülillah. Qadınların adına Allah Teala Quran-ı Kərimdə surə nazil eləyib. Qadınlara dəyər verib. Peyğəmbər sallallahu aleyhi ve sellem qadınlara dəyər verib, onları qeyd eləyib. İstəvsu bin nisai xayra. Fikir verin. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, qadınlarla yaxşı davranın, onlarla xeyirli davranın. Başqa ayədə Allah Teala deyir ki, وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ. Qadınlarla gözəl rəftar eləyin. İslam bunu bizə deyir, əlhamdülillah. Lakin qadın da Allahın və Rasulun ona diqqət elədiyi kimi evində gərək, ailəsində üzərinə düşənləri yerinə yetirsin. İtaət eləsin ərinə. Vallahi imkan verməsin ki, kimsə onun ailəsinə müdaxilə eləsin. Nə qədər ki, həyat yoldaşın sənə Allah və Rasuluna asi olmayan məsələləri demir, ona itaət elə. Xeyr, ona itaət eləməkdədir. Şeyx Albaniyə bir qadın zəng eləyir. Deyir ki, şeyx, mən evlənməmişdən qabaq çoxlu Quran oxuyan, oruç tutan, zikr eləyən, Quran və s. ibadətləri eləyirdim və onların ləzzətini dadırdım. Lakin evlənəndən sonra bunları eləyə bilmirəm. Şeyx Albani aleyhi rəhmətullah nə deyir ona? Yəni bir qadın ərini razı salmayancan imanın şirinliğini dadmaz. Şey versiniz. Şikayət edirlər görsən bəzən. Bax, budur. İtaət eləmək lazımdır. Ərə itaət eləmək. Gəlmisənsə və salam. Şəriət sənə göstərib ki, sən evlənib ərə gedəndən sonra, köçəndən sonra el arasında olan dillə desək, atanın, ananın haqqından da daha çox həyat yoldaşının sənin üzərində haqqı var. Lakin sənə şəriətə uyğun olan məsələləri əmr eləyəndə itaət edirsən. Hansıları ki, əmr eləmir, o deməkdir ki, dərhal get boşan. Onlarda da səbirli ol, ailəni qoru. Sonra şeyx burada buyurur ki, Həfizəhullah, 8-ci məcəlisil hivar. Evində bəzən deyir, diyaloq elə. 30-dur, ailəni, həyat yoldaşını, uşaqları, bir sual at ortaya, elmi müzakirələr eləyin, danışın, sual ver, cavablandırsınlar, xətalarını düzəlt və s. Hamısı fikir versin, qardaşlar, gündəlik hər birimizə lazım olan məsələlərdir, lakin əksəriyyətimiz görsən zəifli yeridir. Gərək bunları eləyək. Həmçinin 9-da şeyx buyurur ki, ət-təavun beynəl cəmi. 9-cu odur ki, ailə içində yaxşı işlərdə bir-birinə yardım eləmək. Umumən yaxşı işlərdə yardım eləməyə Allah Teala əmr eləyib, qardaşlar. Allah Teala buyurur ki, və-təavunu aləl-birri və-təqva. Allahdan qorxmaqda və xeyir işlərdə bir-birinizə yardım edin. Ailənin içindən götürsək, dünyalarında, məktəblərində, fənlərdə və s. kömək elə, öyrət, yardım elə, asanlaşdır, riyaziyyatında olsun və s. elmlərində, dini məsələdə də. Gəlsin desin ki, ata, bu surəni əzbərləmişəm, Quran-ı Kərimi götür, izlə məni. Həyat yoldaşın versin Quran-ı Kərimi sənə ki, mən əzbərləmişəm, izlə, xətalarımı düzəlt, hədis danışacam, bax gör, düz əzbərləmişəm yoxsa yox. Tövhidin 3 qismini əzbərləmişəm.
Qulaq as, mən sənə danışım. Kömək elə qoy danışsın. Sənə öyrəndiyini qoy danışsın. Sən onu yoxla. Fikir versiniz qardaşlar, bu hamısı lazımdır. Biz bu şeylərdə eləməsək, kobud olsaq, sərt olsaq, vaxtım yoxdur və s. Ged oyna. Bunlar kim eləyəcək? Biz eləməliyik bunları. Sonra şeyx burada buyurur ki, axırıncı hifz-i əsraril usra anid-duxalə. Bu hamımıza lazım olan əsas məsələlərdən də qardaşlar, şeyx buyurur ki, evin, ailənin sirlərini heç kimə verməmək və kimisə evin sirlərinə müdaxilə eləməkdən qorumaq. Lazım deyil. Peyğəmbər sallallahu aleyhi ve sellem lənət eləyib o qadına ki, ailəsi ilə arasında olan məsələləri kiməsə danışır. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem lənət eləyib o kişiyə ki, həyat yoldaşı ilə arasında olan məsələləri başqalarına danışır. Olmaz. Elhamdülillah, Allah Teala örtüb. Nə deyir Allah Teala? Siz kişilərin libasısınız, kişilər də sizin libasınızdır. Vəssalam. Lazım deyil libası açmaq, evin sirlərini açıb kiməsə vermək və qıraq kimlərisə gətirib evin sirlərinə müdaxilə etmək olmaz. Bunlar fəsad törədir. Bir məsələdə siz anlaşırsınız, sonra kimsə nəsə deyir, alovlandırır. Elhamdülillah, şəriətimiz deyib ki, ört, bastır elə, hətta görsən bizim atalarımız, babalarımız onlardan işidir, onlar nə deyir? Getdinsə vəssalam qayıdma. Çalış sirvizə heç kim bilməsin. Sən ona hörmət elə, o da sənə hörmət eləsin. Allah Teala hamımızı bağışlasın qardaşlar. Allah Teala hamımızı şeyxin nəsiyyətinə gözəl şəkildə əməl edən qullarından etsin. Allah Teala bizim hamımızı öz evində, ailəsində, Muhammed sallallahu aleyhi ve sellem ümmətində gözəl, xeyirli müəllimlərdən etsin. Allah Teala buyurur ki, Quran-ı Kərimdə وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ. Səcdə surəsində baxa bilərsə, Allah Teala deyir ki, biz onlardan, kim idi onlar qardaşlar? Bəni İsrail. Sən indi Muhammed sallallahu aleyhi ve sellemin ümmətini təsəvvür elə, necə eləyər Allah Teala onlardan daha çox, daha yaxşı. Deyir ki, biz Bəni İsraildən ayələrimizə yəqin inandıqlarına görə və səbir etdiklərinə görə insanları doğru yola yönəldən imamlar etdik. Və səbirli olmaq ailədə, evladda, qonşularda, qardaşlarda, umumən həyatın bütün sahələrində bacardığımız qədər. Allah Teala nə söz verib və eyni zamanda yəqin iman. Yəqin iman Allahın varlığına, yəqin iman qəbirə, yəqin iman axirətə, yəqin iman Allahın huzuruna çıxmağa, yəqin iman Peyğəmbər sallallahu aleyhi ve sellem Allahdan haqq rəsul olduğuna, yəqin iman kitabın 7 qat səmanın üzərindən nazil olduğuna, bütün bu məsələləri yəqin, iman və səbir olsa, elə olar ki, Allah Teala səni müttəqilərə imam eləyər. Necə İbn Teymiyyə deyir, rahiməhullah, əs-sabru vəl-yəqin tunəlul imamətu fid-din. Səbir və yəqinlik insanın dində imam olmasına səbəb olur. Allah Teala bizim hər birimizi səbirli və yəqinli qullarından etsin. Vəlhamdülillahi Rabbil ələmin.